Müğənni Akif İslamzadə xəstəxanaya yerləşdirilib. Axşam.az-ın əldə etdiyi məlumata görə müğənni infarkt keçirib. Təcili yardımın ilkin müdaxiləsindən sonra Akif İslamzadə xəstəxanaya aparılıb. İfaçının oğlu Ayxan İslamzadə Axşam.az-a açıqlamasında atasının hazırda xəstəxanada olduğunu deyib. Həkimlər baxış keçirir. Xalq artisti Nasipəri Dostəliyeva mərhum oğlu Əli ilə bağlı paylaşım edib. Sənətçi nəvəsi Tamerlanla birlikdə oğlunun məzarını ziyarət etdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb. O, oğlunun ad günü olduğunu bildirib. 5 ildir sənsiz keçirdiyimiz ad günün mübarək. Ad günün mübarək oğlum, ad günün mübarək ata. Qeyd edək ki, Nasipəri Dostəliyevanın böyük oğlu Əli 2021-ci ildə 41 yaşında ürək çatışmazlığından vəfat edib.